Elm sərvətdən daha qiymətlidir. Çünki sərvəti sən qoruyursan. Halbuki elm səni qoruyur. Qiymətli sözlərlə və kitablarla Telekitabdayıq. Telekitab bu dəfə mübahisəli mövzu olan meyxanaları araşdırdı. Bugün heç də hamı tərəfindən bir mənalı qarşılanmayan meyxanalar ədəbiyyat janrıdırmı? O da elə bir ədəbiyyat kimi şeydir, onu da millət baxır. Təkcə qəzəlləri ilə yox, elə meyxanaları ilə də xalqın rəğbətini qazanan Qəzəlxan Əliağa Vahidin 118 yaşı tamam olur. Böyük şairimiz haqqında nələri bilirik? Ədəbi mühitdə qalmaqal yaradan Nobel mükafatı bu il kimə təqdim olundu? Bütün bunları Telekitabda izləyəcəksiniz. Ay can alan candır bizimlər bakan, canlara dərmandır bizimlər bakan. Çıxın buradan. Xahiş olunur ki, uşaqları başınıza yığmayasınız. Sizin bu yüksək ruhlu folklorunuz onların yaş xüsusiyyətinə uyğun gəlmir. Bəli, düz bildiniz. Telekitab bu dəfə mübahisəli janr olan meyxanaları araşdırdı. Daha çox Bakı kəndlərində deyilən meyxanalar bugün tamaşaçıya necə təqdim olunur? Bütün bunları Telekitabın sıradakı süjetində izləyəcəksiniz. Meyxanaların folklorumuzun ən zəngin janrlarından biri kimi yaşamasına baxmayaraq, bugün cəmiyyətdə ona qarşı münasibət heç də bir mənalı deyil. Əsasən Bakı kəndlərində geniş yayılan meyxanələrin tarixi qədimdir. Amma bunun ehtimalını biz götürürük çox qədimdən. Sözündə ərəblər dava eləyəndə ordular dayanardılar üz-üzə, bir nəfər oradan bir nəfər çıxardı, bir-birini şeirlə təhqir eləyərdilər, həcv deyərdilər. Bu həcvlə bir-birini söyərdə qızışdırardılar, ordu bir-birini cumardı. Meyxananın ədəbi janr olaraq qəbul edilməməsini isə Profesor Qəzənfər Paşayev belə açıqlayır. Ancaq mən meyxananı bir ədəbi janr kimi qəbul eləməmişəm. Çünki bu yeri gəldi bədahətən deyilir və orada da bitir. Ədəbi janr kimi mən qəbul eləməmişəm və gələcək göstərəcək ki, bu meyxana ədəbi janra çevriləcək, yoxsa yox. Quruluş xüsusiyyətləri bayatı, qoşma, gəraylı və başqa xalq, eləcə də aşıq poeziyasının formalarına uyğun olmasa da, meyxana janrının özünə məxsusluğu, kolorit əlvanlığı daha ifadəli və dərindir. Meyxanaların özünə məxsusluğu həm də onların zərb alətinin müşayiəti ilə ifa olunmasıdır. Bu əruz vəznində şeirlər yazırlar, qəzəllər yazırlar. O qəzəldə əruzun ritmi olduğuna görə bir balaca o ritim xoş gəlir. Məsəl üçün, mən deyərəm ki, xəlqa ağzın sirrini hərdən qılır ishar söz. Bu qəzəl kimi deyərəm. Xəlqa ağzın sirrini hərdən qılır ishar söz. Bu nə sirdir, kim olur? Bu oldu meyxana. Təkcə 20-ci əsrdə meyxana janrı 3 inkişaf mərhələsi keçir. Bu mərhələlər Azərbaycan xalqının həyatında son dərəcə mürəkkəb, ziddiyyətli hadisələrlə dolu dövrlərə təsadüf edir. 1920-ci il aprel inqilabından sonraki dövrdə yeni ideologiyanın yayılması üçün meyxanaya geniş meydan verilir. Meyxana tənqid, tətbiq teatrının repertuarında və ümumiyyətlə bədii ədəbiyyatda, o cümlədən səhnə əsərlərində mövqe qazanır. Durna kimi qatarından qalmısan, qərib-qərib min xəyala dalmısan, Makedonu dərdə qəmə salmısan, Makedonu dərdə qəmə salmısan, çağır deyərlər gedərəm davaya. Ol mənə dilbər gedərəm davaya. 1941-45-ci illər müharibə dövründə meyxana xalqımızın sirdaşına çevrilir. Ona ürək dirək verir, ümidini, inamını, etiqadını artırır. Əliağa Vahidin faşistləri ifşa edən meyxanaları əskərlərimizin qələbə əzmini yüksəldir. Öndəki sədlər dağılıb uçmalı, Vahidə dünya qapısını açmalı, ya bu cahandan baş alıb qaçmalı, ya bu yolu qeyrət ilə keçməli. Keçən əsrin 90-cı illərindən başlayaraq meyxana 3-cü inkişaf mərhələsinə qədəm qoyur. Lakin müstəqillik yoluna qədəm qoyduğumuz bir zamanda meyxana janrına artıq keyfiyyətcə yeni münasibət bəslənir. Telekanallarda meyxana yarışları keçirilir. Ustad sənətkarlar el şənliklərinə dəvət olunur. Meyxana topluları nəşr edilir və nəhayət meyxana tədqiqat obyektinə çevrilir. Şair gərək hər gün yeni söz deyə, gəlin tutaq Bakıya təzə qafiyə. Bakı şahillərin gözəl yarıdır, hər cür nemət desən onun varıdır. Xəzərin boynunda bir mir varıdır,
Abşeronun bənzər zəngin süfrəyə. Meyxananın inkişafı Bakı, Maşdağa və ətraf kəndlərlə birbaşa bağlıdır. Əsasən toy şənliklərində, xalq tamaşalarında, teatr səhnələrində, müsabiqələrdə ifa olunan meyxanalar öz ətrafına geniş tamaşaçı kütləsi toplaya bilib. Fatmayda Əli Qafarov müğənnimiz var idi. Əli Qafarovun qardaşı Bəxtiyarın oğlunun toyunda iştirak elədim. Çox böyük orada ziyalılarımız yığışmışdı. Gecə 12-dir, bu ziyalılar dağılmırdı. Mən ona qədər hətta meyxana haqqında böyük təsəvvürüm yox idi. Akademik Vasim Məmmədəliyev, başqaları oradaydı. Dedim, niyə dağılmırsınız? Dedindi, meyxana məclisi başlayacaq. Və mən həqiqətən də orada bir möcüzə gördüm. Bu sənətin günümüzə gəlib çatmasında Hacı Əli Kərəm, Mirzə Bağır, Əliağa Vahid, Əli İslam, Ələkbər Şahid, Atababa Hicri, Ağasəlim Çıldağ, Nizami Rəmzi və bu kimi başqa böyük sənətkarların xüsusi rolu olub. Gözəldür hər yanı Azərbaycanın, yazıldı dəstanı Azərbaycanın. Gözəldür hər yanı Azərbaycanın, yazıldı dəstanı Azərbaycanın. Lakin müasir dövrümüzdə meyxana heç də hamı tərəfindən bir mənalı qarşılanaraq folklor nümunəsi kimi qəbul edilmir. Bunu yaradan insanlardır, məlum adamlardır, anonim deyil. Bütün xalqın yaradıcılığı deyil bu, ayrı-ayrı adamların yaradıcılığı. Buna görə folklordan söhbət gedə bilməz. Folklor heç bir əlaqəsi yoxdur. Hər dövrün öz meyxanası var. Zamanın nəbzini tutan, onu yaradan, mühitin koloritini əks etdirən bu janr həmişə folklorla bağlı olub, daim xalqın arzu və istəklərini əks etdirib, dövrün çatışmamazlıqlarını qamçılayıb. Bəlkə buna görə də meyxana bəzən qadağan olunub. Sizcə meyxananı ədəbiyyat janrı hesab eləmək olar? Deməzdim ədəbiyyat janrı. Nə elə düşünürsünüz ki? Hazır ol, özü demək istəyirəm. Küçədə, tində zatda deyilən meyxana olur da bu. Yaxşı söz deyilən yerlər. Təbii ki, aydın məsələdir. Sağlam sözlər olsa yaxşı olan, amma orada müəyyən qədər istər-istəmə çıxır da sözlər, lazım olmayan sözlər. Mən belə meyxana ilə yaxından maraqlanmıram, ona görə heç nə deyə bilmərəm bu arada. Meyxana ədəbiyyatla bağlamaq, yəni ədəbiyyatla qəzəli bağlamaq olar yenə də. Hardasa meyxana da şeirdir də. Yox, meyxananı şeir hesab eləmək olmaz. O dəyişmələrdə xalq yaradıcılıq, xalq simvolları, onlar qorunub saxlanmalıdır adət-ənənələr. Bunlar biraz kənara çıxırlar. Meyxana deyənlər, baxın, rayondan asılı deyil də. Sözün deyən hər yerdə deyir. Hərdən olar, çox gözəl deyilir meyxana. İndi bizim meyxanamız özü elə bir ki, ədəbiyyatçılığı, bir damcı, marisiləşib. Ona görə də mümkündür. Meyxanaya qulaqsınız heç? Bəli. Əzbər bilirsiniz? Yox. Xeyr. Mən Təbrizliyəm. Orada da meyxana yoxdur. Əsas dəyişmələr var. O da elə bir ədəbiyyat kimi şeydir. Onda millət baxır, cəmaət baxır, sevinir. Meyxana təkcə 20-ci əsr şəhər folkloru nümunəsi deyil. Qədim tarixi kökləri olan meyxana hələ lap qədimlərdə sufilər, dərvişlər tərəfindən deyilərdi. Gəl yar sən, gəl könül yar istəmə. Gəl könül yar istəmə. Yar dildar ol mənə, sən yar dildar istəmə. Sən yar dildar istəmə. Meyxananın forması da onun janr məzmununa qüvvətli təsir göstərir. Meyxana yazılı ədəbiyyatdan təcrid olunan vaxtlarda onun yalnız qafiyəli növü musiqi ilə sıx təmasda olurdusa, hal-hazırda rədifli meyxanalarda az qala nəğmə kimi oxunur. Müasir dövrümüzdə meyxananın Abşeronun kənd və qəsəbələrində aparıcı mövqe qazandığı, meyxana toplularının nəşr edildiyi, meyxana gecələrinin keçirildiyi bir zamanda bu janr xüsusi bir rövnəqlə icra olunur. Abşeron rayonu, Abşeron əhli
Onlar Massagetlər sayılır Məşdağa əhli. Əsl adı bu kəndin Məşqədədir. Strabon hətta yazır ki, mən gördüm ki, dəniz qırağında bir dəstə adam yığılıb, çırpma vururlar, şeir deyirlər, ritmlə. Abşeronda bunun tarixini biz götürürük 200 il. Niyə Məşdağa götürürük, meyxana Məşdağa? Çünki bunlar hamısı əlyazmalarda var və dillərdə əzbərli olan dili meyxanalar da var. İndi qoca kişilər deyirlər, cavanlar artıq bir cavanlara uyublar, amma o qoca kişilər yadlarında saxlayırdılar. Bədahətən meyxana deyən şairlər dövrə vurub yerdə əyləşir. Tanış ritm sintezatorun müşayiəti ilə ifa olunur. Solo oxunan meyxana bəndindən sonra iştirakçılar qafiyəni xorla təkrar edirlər. Bu təkrar növbəti bəndi bədahətən söyləyəcək şairə düşünmək üçün də imkan yaradır. Qan razıdır dostu qardaşından, iştirak eləyən neçə sirdaşından, ağsaqqallıq eləyir cavan yaşından. Meyxana janrının quruluş və struktur baxımından bir-birindən seçilən növləri vardı. Qafiyəli, rədifli, beyt, qafiyəsiz meyxanalar. Bugün daha çox televiziya verilişlərindən tamaşaçılara təqdim olunan kuplet meyxanalar əslində meyxananın dərin mənasını özündə o qədər də əks etdirə bilmir. Zəif deyilən, qeyri-kamil meyxanaların ritmi, forması, janr xüsusiyyətləri təhrif olunur. Bu səbəbdən həmin meyxanaları təhlil etmək çətinlik yaradır və onların tam janr təsnifatını verməyə əngəl törədir. Şərtləndirilməsi vacib olan daha bir xüsusiyyət meyxananın deklamasiya qaydasıdır. Meyxananın özünəməxsus söyləmə qaydasının başlıca şərti poetik mətni musiqi ritminə salmaqdan ibarətdir. Daha çox kütləviləşən və bəzən də təhqirə yer ayıran zəif dırnaqarası meyxanalar yaxşı sözü gözdən salır. Və kim bu meyxana məşğul olur qoy olsun. Amma belə talpa gəlib 2500 dənə meyxana deyəm. Özü əzbərləyiblər, toylara düşürlər. Kupletlər bir də orada əlinin yerinə Vəli qoyur, Vəlinin yerinə Şiraz qoyur, Şirazın yerinə Hüseynəli qoyur, Hüseynəlin yerinə Cabbar qoyur. Cabbar kimi oğlanın büyün toyudur, Həsən kimi oğlana can qurban, orada Məmməd kimi hər dəfə adını dəyişir, kuplet yerinə qalır. Belə çıxıb bir meyxana deyəndir. Eldarım dildarım vardı payları, eldarım dildarım vardı payları, İki qardaşdır bilinir sayları, iki qardaşdır bilinir sayları, Qorxma muğama törməyib dayları. Namiq Qaraçuxurludur. Çox gözəl meyxanaçıdır. Doğrudan da olduqca çox gözəl meyxanaçıdır. Çox gözəl meyxana deyir. Elə bil ki, müasirləşdirir bizim meyxanamızı. Onu ədəbiyyatlaşdırır, müasirləşdirir. Kimlərə qulaq asmısınız meyxanaçılardan? Bilmirik. Pərviz Bülbülən baxmışıq. Sonra da yadımdan çıxıb. Özünüz qulaq asırsınız da yəqin. İndiki bizim meyxana deyənlərə yox. Çünki Vahidin şeirlərini oxuyuram. Ya məsələn köhnə meyxana deyənlərin, amma indikiləri yox. Üstünlüyəm. Yəni televiziyadan baxmaq adam istəmir. Hamısına qulaq asıram. Kim desə ona qulaq asıram. Sadəcə olaraq dəyişmələr daha çox qulaq asıram. Pis, yaxşı fərqi yoxdur sizin üçün? Deyil. Hamısının... Əsas odur ki, biraz şan olsun. Nə zövq alırsınız hamısının qulaq asanda? Gözəl zövq alır. Meyxanaya qulaq asıram bəli. Hansı meyxanalar? Muzikalni, Balabəy, Pərviz. Bəli. Balabəy? Bəli. Heç olmasa bir bənd yadınızda qalıb deməyə? Qalıb, hə. İstəyirdim soruşum Pərverdigardan, nə üçün dünyaya gəlib insan, belə bir Balabəyin papiri mahnısı var, elə. Mən Qaraçuxurlunu çox sevirdim, onun o ifadə eləməyini. Onun həm o vidi fasonu gözəlliyi, həm səsi, həm də ki orada yaxşı sözləri də olur. O mənim çox xoşuma gəlir. Bu yaxınlarda Rüstəmov qardaşlarının ifasında Rusiya və digər qonşu dövlətlərdə populyarlıq qazanan meyxanaya münasibət də bir mənalı olmadı.
TikTok'a koy, davay da svidaniya. TikTok'a koy, davay da svidaniya. Özündə milliliyin özünə məxsus psixologiyasını, dünya görüşünü, mədəniyyəti və mənəviyyatı bədahətən ifadə edən meyxanalar təbii ki, bədii ədəbiyyat nümunələri hesab edilə bilər. Məşhur şairimiz Xəqani Şirvani deyərdi ki, qızılın qiymətini məhək, sözün qiymətini söz sərrafı bilər. Dərin məna ilə deyilən hər bir sözün qədrini bilək. Çünki özündə fəlsəfi məna daşıyan sözləri birləşdirən meyxanalar təkcə bugünümüz yox, həm də keçmişimizdir. O da bir vaxtlar müharibə dövründə faşistləri ifşa edən meyxanalar yazardı. Təkcə qəzəlləri yox, elə yazdığı meyxanalar ilə bugün də məşhur olan Əliağa Vahid oxucuya ən gözəl duyğuları, hissləri tərənnüm edirdi. Azərbaycanın görkəmli söz ustadı, qəzəlxanı Əliağa Vahid 1894-cü il Bakı şəhərində anadan olub. Mollaxanada təhsil alan şair sonralar ehtiyac üzündən təhsilini yarımçıq buraxıb, xaratlıqla məşğul olur. Gənc yaşlarında Bakıdakı Məcmə-ü-Şüara ədəbi məclisində iştirak edir və buradakı şairlərin təsiri altında şeirlər yazır. Satirik şeirlərində ictimai nöqsanları, mühümatı, zülm və haqsızlığı ifşa edir. Tamahın Nəticəsi adlı ilk kitabı da elə özündə bu mövzuları birləşdirir. Hər yaranan insan olsaydı nə vardı ki? İnsan doğulmur, insan materialı doğulur. Ondan insan ola da bilər, olmaya da bilər. Kupletlər, Mollaxana kitablarındakı şeirlərində yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə Vahid vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hisslərini təbliğ edirdi. Mənim eşitdiyimə görə Səməd Vurğun, hətta Səməd Vurğun, başqa yoldaşlar yığışıb gedərlərmiş Əliağa Vahidin yanına ki, bədahətən Əliağa Vahid şeirlər desin, Əliağa Vahid şeirlər desin bədahətən. Bunlar qulaq asarmış ki, necə ola bilər bədahətən şeir demiyorlar. Bunun özü böyük bir möcüzədir. Füzuli ənənələrinin davamçısı olan Vahid, müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir. Xanəndələrin repertuarında mühüm yer tutur. Əliağa Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. Öz əlimlə eşq mülkün görünə viran etmişəm. Bir vəfasız güldən ötürü xarə çox yalvarmışam. Hər zaman bülbül kimi min ahı əfqan etmişəm. Eşqdə yanmaqdan özgə bir əlamət görmədim. 1991-ci ildə şair haqqında rejissor Şahmar Ələkbərov Qəzəlxan filmini çəkir. Filmdə Vahid süjet xətti olmasa da, şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Filmdə usta şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamları lentə alınaraq, onun ümumiləşdirilmiş bədii obrazı yaradılıb. Şairin obrazını isə Loğman Kərimov canlandırıb. Ötən həftə ədəbiyyat sahəsində hər il mübahisə doğuran Nobel mükafatının təqdimat mərasimi keçirildi. Mükafatı isə o qədər də yaxşı tanınmayan Çinli yazıcı aldı. Bu həftə bütün dünyada Nobel həftəsi kimi yadda qaldı. Həftəyə İsveçin paytaxtı Stokholmda başlanıldı. Mərasimin hər il ən çox maraq doğuran nominasiyalarından biri də ədəbiyyat üzrə mükafatdır. Bu il Çin yazıcısı Mo Yan mükafata sahib ola bildi. Onlarla qısa hekayələr müəllifi olan Mo Yanın ilk əsəri 1981-ci ildə dərc olunub. İsveç Akademiyası onun işini qarabasmalı realizmin xalq nağılları tarixi və müasir ədəbiyyata birləşməsi kimi qiymətləndirib. 57 yaşlı müəllif Nobel mükafatına layiq görülən ilk Çinlidir. Mo, nüfuzlu mükafatın 109-cu laureatıdır. Əsl adı Guan Moye olan yazıcı Mo Yan təxəllüsü ilə yazır. Çin dilində bu danışma deməkdir. O, xalq azadlıq ordusunda əskər olarkən yazmağa başlayıb və 1987-ci ildə beynəlxalq şöhrət qazanıb. Dostoyevski deyirdi ki, kitablar oxuyun, sonrasını həyat özü edəcək. Elə biz də eyni sözləri deyirik, kitablarla qalın. Bu həftəlik bu qədər, hələlik.